Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam dəyərli Quran sevərlər, əziz tələbələr. Biz bu günlərim 3-cü dərsə başlayırıq. Pərtə zəl hərfi, zə, ra həm incə, həm qalın hərf, zəyn, zeyn Azərbaycanın Z hərfidir və sin hərfi haqqında öyrənəcəyik. Pərtə zəl hərfi, zə, ra, zin hərfləri üçü də eyni şəkildədir, yəni iki şəkildə yazılır, həm əvvəldə, həm axırda. Özlərindən əvvəlki hərfə birləşirlər, sonraki hərfi isə birləşmədiklərinə burada defs qoyulubdur. Sin hərfi isə 4 şəkillidir, həm əvvəldə, həm ortada, həm axırda yazılışını görürük. Əziz tələbələr, biz bu günlərim 3-cü dərsdə öyrəndiyimiz hərflər bunlar oldu. Əlif, bə, tə, sə, cim, hə, xa, dəl, zəl, ra, zeyn, sin. Sağ olun, gələn dərslərə qədər.